Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. İndiyədək Rusiyada çağırış aprelin 1-dən iyulun 15-dək və oktyabrın 1-dən dekabrın 31-dək aparılırdı. Yeni qanuna əsasən çağırış il boyu fasiləsiz şəkildə həyata keçiriləcək. Sənədə görə hərbi xidmət üçün elektron çağırışın göndərilməsindən sonra 30 gün ərzində şəxs hərbi komissarlığa müraciət etməlidir. Bu müddət pozularsa çağırışçı çağırışdan yayınan hesab olunacaq və axtarışa veriləcək. Qanun layihəsinin müəllifləri, Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov və onun birinci müavini Andrey Krasov bildiriblər ki, bu dəyişiklik çağırış məntəqələrinə düşən yükü bərabər paylamağa və xidmətin keyfiyyətini artırmağa imkan verəcək. Məlumata görə, cari payız çağırışı çərçivəsində Rusiya 18-30 yaş arası 135 min kişini səfərbər etməyi planlaşdırır. Bu göstərici son 9 ilin ən yüksək rəqəmi hesab olunur.